Hər vaxtınız xeyir olsun, hörmətli izləyicilər. Demək, Binəqədidə 100 nömrəli marşrutun son dayanacağından 300 metr məsafədə 5.5 sotun içində şəxsi inşa olunmuş 3 otaqlı bir həyət evimiz satışa çıxıb. Hörmətli izləyicilər, Allah olmayanlara gözəl evlər qismət eləsin. Sona qədər izləyin ki, ev haqqında sizə məlumatlarımı verim. Evin qiymətini videonun son dəqiqəsində sizə təqdim eləyəcəm. Nəzərinizə çatdırıram, hörmətli izləyicilər. Ev, torpaq 5.5 sotun içində olmaqla arxasında 4 sot torpaq var. Yolu buradan qoyulub. Bax, gördüyünüz kimi maşın yoludur. Buradan hazır belədir. İndi biz ətraflı evin arxasından çəkib göstərəcəm. Bütün məlumatları sizə təqdimatda çatdıracağım. Sona qədər izləyin. Bütün dəqiqliyinə sizə, detallarına sizə nəzərinizə çatdıracağım. Gördüyünüz kimi bax, bu hissədən yoludur. Ayrıca 4 sota. Sot yarımda da bu ev tikilib. Ev damafonla qoyulub. Görürsünüz, həyət damafon qoyulub. Gördüyünüz kimi bura evin görünüş hissəsidir, həyət yanı sahəsidir. Bu ev amma sot yarım içindədir. Ümumi 5 sot yarımdır. Sot yarımda bu ev inşa olunub. Gördüyünüz kimi həyəti gözəl, səliqəli bir evdir. Gülvarı, yaşıllığı var. Evin burada gördüyünüz kimi bulağı var. Bax, burada belə bir sanitar qovşağı təmir vəziyyətdədir. Hörmətli izləyicilər, həyətində bax, belə besetkası, manqalxanası, görürsünüz, hər şey qaydasındadır. Ev həqiqətən çox səliqəli bir evdir. Evin bu xarici görünüşünü gördük. Evin içində ayrıca tanış olacaq. Birinci keçən il torpaq haqqında məlumat verim. Evin yan tərəfə ramızı açıqdır. Havalanma tam uyğundur. Ev sahibi özünə şəxsən şələtdirib. Demək, buradan keçdi indi bu torpağın, 4 sot torpağın yanına. Görürsünüz, burada bağ-bağça yaradıb ev sahibi. Burada əldamı düzəldir. Toyuq düzə saxlamaq üçün, göyərçin saxlamaq üçün, demək, belə heyvan iti saxlamaq üçün burada belə bir şərait yaradıb. Kim istəsə buranı söküb, burada bir ev düzəldə bilər, ev tikə bilər. Yəni evin də bəyaqları çöldən qeyd eləmişdim. Yolu buradır, darvazası bu hissəsidir. Bu torpaqda başqasındır, onun da yolu, darvazası oradan düşəcək. Bu birbaşa düz bura baxır, buranın yolu. Demək, hörmətli izləyicilər, evi ayırmaqdan ötürü ev sahibi, bax, oradan da yer qoyub, daşların yerini buradan da qoyub, bölünür buradan. Kim istəsə torpağı ayrıca sata da bilər, ya burada öz uşağına, oğluna, nəyinəsə burada əlavə ev də inşa eləyə bilərlər. Yəni, bunların hamısını nəzərinizə çatdırım ki, məlumatınız olsun. Gördüyünüz kimi, hörmətli izləyicilər, iki ev, elə bir evin yeri 4 sot, sot yarımda da bir ev tikilib. Qiymət də özə endirilib, əvvəl 125.000 qoyulub. İndi sonda evi qiymətini sizə yenə də təqdim eləyəcəm, özünüzdə deyəcəm. Keçən də evin içi ilə tanış olaq. Bax, yeri buradan qoyulub. 2 metr nəzərə alınıb, sabah gün burada bir ev tikilsə, rahat buranı bölmək olar. Keçən də evin içi ilə tanış olaq. Həyətin də gözəlliyi görürsünüz, evin qabağındakı həyəti, rahat maşın daxil olan gözəl bir həyəti var. Qalxırıq evin içinə tanış olaq. Girən kimi dəhlizdən rastlaşırıq. Görürsünüz, hörmətli izləyicilər. Dəhlizin giriş hissəsi stepol. Ev də səliqəli evdir, təmirli evdir. Sanitar qovşağı ayrıdır, gördüyünüz kimi təmiri vəziyyətlidir. Çox səliqəli evdir, həqiqətən. Ev almaq istəyən, səliqəli ev almaq istəyən gəlsin, baxsın bu evə. Burada sana hamam hissəsidir. Burada da təmir qaydasındadır. Evi gəlib baxan adam görəcək ki, ev həqiqətən çox səliqəli, səmanlı təmirli evdir. Ev baxımlı evdir, həqiqətən. Bura mətbəx hissəsidir. Mətbəxi də gördüyünüz kimi haradasa 14 kvadrata yaxın olar. Stol qoyulub çörək yemək üçün. Mətbəx mebelləridir, kombinə mövcuddur. Kombilər evin içində qalır, mətbəx mebelləri evin içində qalır. Bütün nə varsa onları nəzərdə çatdırım ki, xəbəriniz olsun. Əşyalarda ev sahibinin özü danışarsınız. Yəni, bura əşyasız qoyulub, nə qalar, nə götürürlər, ev sahibindən danışa bilərsiniz. Bura gördüyünüz kimi qonaq otağıdır. Bu ev şəxsi inşa olur. Dədə-baba kimi evlər nəzərdə tutulub. Gördüyünüz kimi bir elə bir zaldır, otaqlarda zal açılır. Amma ev həqiqətən çox səliqəli evdir. Ev işıqlı evdir. Burada bir uşaq otağıdır. 14 kvadratlıq uşaq otağıdır. 14-15 kvadrat olar. Gördüyünüz kimi, hörmətli izləyicilər, təmirlər qaydasında hər şey öz yerindədir. Ev öz ərazidə nəmişli ərazisi deyil, quru ərazidir. Su basmayan yerdir. Yəni buranı qətiyyən su vurmayıb, bunu da nəzərdə çatdırım.
Burada da hardasa bir 16 kvadrat. 4'ün 4'e bir geniş bir yataq otağı da. Yenə də pəncərələri öz həyətinə baxır. Ev işıqlı evdir, havalanmaya tam uyğundur. Gördüyünüz kimi hörmətli izləyicilər, evin nə varsa, yəni səliqəsi, səhmanı, təmiri qaydasındadır. Kimlərsə evin satmaq istəyirsə 055 389 38 08 nömrəsinə əlaqə saxlayın. Evlərin satılmağına köməklik göstərə bilərik. YouTube'da, Instagram'da, TikTok'da, Facebook'da, Sesal Əmlak səhifəsində orada istədiyiniz qiymət evləri izləyə bilərsiniz. Evlər hamısı kodlaşdırılıb, kodları götürmək yaddan çıxmaz hörmətli izləyicilər. Sənəd demək qeydiyyatlandır, nəzərinizə çatdırım ki, yəni mümkündür. Evin adres ünvanı var, bunu da nəzərinizə çatdırım hörmətli izləyicilər. 5 sot yarım içində bir evində yeri var ayrıca. 125 mindən 115 minə endirilib, yenə də endirmə birbaşa sahibinə danışacaqsa son sözü hörmətli izləyicilər ev sahibi deyəcək. Sona qədər izlədiyiniz üçün də təşəkkür edirik. Allah ev olmayanlara gözəl evlər qismət eləsin. Allah alanı da xeyir versin, Allah satana da. Amin.